Bu dalga bak dostuna granat üstüme gönder. Gör indi qaqan nə qaracaq dedi. Bu dal dostuna granatı üstüme gönder. Etiraflarınızı oxuyuram 10-cu bölümə xoş gəlibsiniz. Bəli, çox fərqli bir giriş olduğunu fərqindəyəm. Çox da fərqli nə olacaq? Oturduğum yerdən ayağa durmuşam. Yəni çox da bir şey fərqli yoxdur. Nəysə bu gün etiraflarınızı oxuyuram 10-cu bölümdən qarşınızdayım. Görə elə bu səfər sənin etirafın çıxdımı? Hər səfərdə etiraf yazıb dostum. Niyə bu səfər videoda mənim etirafım yoxdur deyən dostuma gəlsin bu video. Çünki bu gün bu videoda 46 dənə etiraf almışam və sənin etirafının çıxma ehtimalı bir xeyli böyükdür. Qudurub deməyəcəm ki 10.000 like atından qarı yenə 5.000 like gəlsə əgər etiraflar seriyasının yeni bir bölümü gələcək. Mənə Instagram və YouTube üzərində yazdığınız etirafları birləşdirmişəm. Bu videoda onları oxuyacağıq. Çoxunluq amma YouTubedadır. Keçirəm görə elə qarşınızda nə tər etiraflar çıxacaq. Romal yazıb ki, Comat qəddanla qənd oğuruyanda mən qənd qabını oğurlayırdım. Sən gələcəyin parlaq deyə qardaş. İşlər biraz da yolunda getməsə Velizara şükür eləsiniz. Bir dəqiqə, indi sənin baxımından Velizara şükür eləyəcək yoxsa ümumiyyətlə? Əslində baxanda indi belə Velizara şükür eləməyə başlamışam. Nə yazacağımı bilmirəm, sənin nənəmlə izləyirik. Buradan nənəyə salam olsun. Heç tanımadığım bir adam lüt görmüşdü. Və başa düşmürəm bir şey. Heç tanımadığım bir adam lüt ölmək necə bir şeydir? Necə ola bilər bu? Yəni sən qapısının arxasından keçirib, qapısının qabağından keçirmişsən və qapıları açılmış, sən də içəri Zamanın evində baxmadı, utanmırsan özündən. Bir dəfə bacımın əlinə yer yox idi, hə? Sən demişdin ki, mənim pişeyim gəlir, o da demişdi ki, əlimə elə, sən də eləmişdin. Balaca vaxtı güzgü öpürdü. Bunu canlandıracağımı gözləyirsənsə çox yanlışdır. Suqo nədir bilirəm. Suqo nədir bilirsən? Suqo nədir bilirəm. Amma evli insanlar oradan uzaq dur. Biz uzaq durmaya bilərik. Zaten biz video baxanların məncə 2% belə evli deyildi. Yəni, evli olanlar varsa yorulmaq istəyirəm. Dostum geydi. Belə baxanda rəşd də geydi. Prosta mən gəlib bunu buraya yazmıram da. Yaşamadığım hadis. Kimdir rəşd geydi? Cındır tez eşitliyə, qulaq tapmışlar. Fərəd, səncə neçə yaşdan sonra sevgili olmalıdır? Mənim yaşım 15-dir. 15-in başını bıraq, 16-ın da başını bıraq, 17-in də başını bıraq. 18-dən 19-dan sonra bəlkə, o da bəlkə başa düşürsən. Çünki yaşla əlaqədar bir şey deyil də. 15 çox balacadır. 18-dən balacalar heç çox şey eləmir. Bu niyə belə yanlış söylür? Gözlə bir deyil. Bir dəfəsində nənəmin götürüb qaşındırma tozu tökmüşdüm üstünə geyinəndə. Şey başım çıxmır. Siz necə bir evsiz ki, evinizdə qaşındırma tozu var. Bir insanın evində niyə qaşındırma tozu olsun? Vəbşi qaşındırma tozu nədir ki? Mən bir dəfə anamın pullarını götürüb ortalığı dağıtdım ki, elə bilsinə oğrucusuz gedir. Məntiqliymiş, məntiqli. Yo, bunu eləməyin uşaqlar. Heç vaxt belə şeylər eləməyin. Çünki belə baxanda anavın puludur da, yəni başa sən anavın pulu, sənin pulun anavın pulu. Çox vaxt sənin pulun anavın pulu olur. Ancaq nəysə də belə şeylər eləməyin bu arada. Heç etik bir şey deyil də başa düşürsən. Çünki oğru girsəydi, ki zaten həyətə falan girəndə onu 100% görərdilər. Polisə də şikayət etsə, sənin başın yanacaq. Buna görə də belə şeylər eləməyə və tövsiyə eləmir. Instagramdakı yorumlarımız bitdi. Bəli, bu qədər azalmışam Instagramda. Babusası görürsüz, babusası. Bunu kəssəm həqiqətən həyatım daha yaxşı gedə bilər. İndi keçək YouTube-dakı yorumlara. Salam Fərəc, bu yoruma baxarsanmı bilmirəm, amma ətrafım var. Yox, ətrafım var. Bir gün bacım çox bahalı köynək aldı və o köynəyi ilə mənə hava atırdı. Bir gün əsəbləşdim və həmin köynəyi saxtası ilə dəyişdirdim və həmin gün bacım o köynəyi geyinib rəfiqələri ilə gəzməyə çıxdı. Fiyə başa düşmədim. Köynəyin saxtası ilə dəyişdirdim nə deməkdir? Köynəyi belə 100 manata, 200 manata alıb ki, sən gəlib saxtası ilə dəyişdirə bilirsən. Yəni nədir? Silən azadlığı sizin üçün. Sonra köynəyi ilə rəfiqəni hava atmağa başladı. Rəfiqələr köynəyin saxta olduğunu anlayıb bacıma dedilər. Yaxşı, saxta olduğu necə anladı rəfiqələri? Belə Nostradamus satdılar bu dəfə. Nostradamus başqa şey deyirlər. Nəysə də başım bırax. Belə külək bir yorum ola bilməz. Sən öldürəm yəni. Bacım evə gələndə mənə necə döydüsə qolum çıxmışdı. Sonra zədə aldığıma baxmayaraq etdiyimdən peşman deyiləm. Bəli, deyiləm sözünə qədər bu yazdığımı ChatGPT-nin yazdığım şey izlədim, amma deyiləm sözünə görə həqiqətən də belə bir şey olduğunu keçirəm. Yetər artıq etiraf edirəm, səni çox sevirəm, ərim ki bunu buraya yazmasaydın daha yaxşı. Uşaq vaxtı mən PPX-nın praşki bişirən xalalar elə bilirdim. PPX, Post Patrol xidməti ilə. Ümumiyyətlə indi də nə işlərlə o haqqda məlumat bilmirəm. Amma praşki bişirən xalalar yaxşıymış ya. Gələcəkdə falan praşki dükanı açasan, üstə PPX yazsan, altına da praşki bişirən xalalar yazarsan. Bir dəqiqə ola. O bişirəndə axı bişirən deyil. Nə olar YouTube-da paylaş. Balaca vaxtı uzun videoya baxanda internet itirdi. Mən də elə bilirdim, baxdığım adamlar istirahət edir. Sonra internet gələndə deyirdim, yəqin işlərini görüb bitirdilər. Bu arada sizə bir dənə söz deyim. Əvvəllər, məsələn, bir dənə klipdir, məsəl üçün də. Klipdə məsələn rəqs eləyən qız var. Bir kadrajda başqa paltar geyinir, bir kadrajda başqa paltar geyinir. Mən fikirləşdim ki, görürsən bu paltarlar sürətimizi dəyişdirir. Həqiqətən bunu fikirləşdim, sən öldür. Etiraf edirəm, uşaq vaxtı babam axşam tualetə getmişdi. Mən də babamın arxasında gizli qapıyı kilitlədim. Babam çöldə qaldı. Mən qapıyı açdım. Sabahsı babam məni elə danladı. Ayda hələ də utanıram. Mən düşündüm ki, babam qapının açılmadığını görüb tövlədə inəkləri qucaqlayıb yatar, bir şey olmaz. Videoya qoysan sevinərəm. Bir insan babasına niyə belə bir şey eləsin? Mən başım çıxmır. Çünki bilirsiniz nətərdir uşaqlar. İnsan babasına qarşı necə bir kinli olar ki, yəni bax zəhləncə də ki babandan babama qarşı belə bir şey eləyəsən. Plus da ki, evdə səndən başqa adam yoxdur, yəni iki dəfə danqıllasın varataya açacaq da. Varata dedim bu arada uşaqlar. Çox belə unik bir söz işlətdim, dialekt bir söz işlətdim. Bu nə mənə gəldiyini bilən varsa yazsın yorumlara. İnformatika dərsində mama deyə anqırmışdım. Müəllim də kim də anasını axtaran demişdi, zor olmuş. Müəlliməyə mama deyənlərdən biri daha. Bunu çox da məşhurdaysan. Etiraf, mağazada heç nə almadan çıxanda elə hiss edirəm ki, hamı mənə baxır ya da nəsə oğur. Bunu mən də belə hiss edirəm. Allah qıvar. Çünki hətta belə hiss eləməmək üçün arada cebimi falan yanına boşaldıram, beləncə əlimdə falan heç yoxmuş kimi davranıram. Onu başa düşürsən. Keçən il 5 dənə sevgili olma təklifi aldım. 4
4 dənə məktəbdə bir dənəsi əmim oğlundan. Təbii ki də mən rədd etdim. Təbii ki də deyirsən ha, yaşımız 14-dür bu arada. Son yazdığıma indi vaxt deyirəm də, yəni 5 dənə sevgili olma təklifi almaq zor bir şey deyil də, yəni başa düşürsən. Yaşın özü də 14-dür. Niyə də ala? 14 yaşındakı qızlar, oğlanlar bu yanıqlıq sizə hardan gəlir? Həqiqətən mənim başım çıxır. Sevgili o, sevgili. Təbii ki də mən rədd etdim, amma əmi oğlum 2 ildir ki məndən xoş. 2 ildir. Yəni 12 yaşında xoş gəlirdi. 12 yaşında var ha, yumurtadır. O başa düşürsən, yəni yumurtadır da. Yəni o sevgilinin nə başa çıxır. Sevgili olma təklif etdim, mən də qəbul etmədim. Bu ildə yenə məndən xoş gəldiyini hiss etdim və yenə təklif edəcəyinə əminəm. Yaşımız 14. Abi mən başım çıxmır. İndiki uşaqlar çox qəribə böyüyürlər, çox qəribə şeylər yaşayırlar. Sən öldür. 14 yaşında sevgililikdən zətdən danışır. 14 yaşında qətdandan qənd oğurlayır. Məsələn öldürəm ya. Nənəm iPhone işlədir. Balaca vaxtı evdə pultun bataryası bitəndə elə bilirdim içinə güc gəlsin deyə onu dişləmək lazımdır. Bir dəfə pultu o qədər bəş dişləmişdim ki, pult ortadan ikiyə bölündü. Qorxumdan aparıb divanın altına gizlətdim. Evdəkilər də bir həftə elə bildi ki, pultu evə gələn qonağın uşağı oğurlayıb. Yəni qonağa bir dənə zənciri soruşa bilmirdilər ki, bir dənə uşağın zənginə baxın görən bizim pult ordadır. Bu arada sizə bir dənə söz deyim. Belə bir şey məndə yaşamışam. Mən nağarmışdım. Bu termometrlər olur. Qoltuğun altına qoyursan sən hərarəti ölçür, ya da temperaturu ölçür, nə heç bir şey ölçür də. Nəysə ondan. Onun üstündə beləncə dala qabağa gedən şey var. Zivə var da bilirsiniz. Mən onu pezə yapışdırmışdım, hə. Belə yapışdırdı. Risk belə qalxdı, patladı. O zibildən olmuşdum da. Dedim ki, bunu görsələr, yəni məni yeyəcəklər də konkret. Ondan sonra həmin şeyi atdım tualetə, heç kəsin xəbəri olmadı mənim nədiyim. Bəli, bunu mən eləmişəm. Amma uşaq vaxtı, indi belə şeylər eləmirəm. Uşaq vaxtı gizli filmə baxıb oradakı karakterlər kim olmağa çalışırdım. Mən Teen Titans Go-dakı Raven kimi olmağa çalışırdım. Nə olsun ki qızdan? Bunu məncə yaşamayan yoxdur bu arada. Sən öyle deyirəm. Yəni hər gizli filmdə bir dənə karakter seçib, yəni onu özünə oxşatmağa çalışmaq məncə hamıda var. Like atıram amma videoya baxmıram. Özündən utanırsan. Həqiqətən özündən utanırsan. YouTube-dan nə qədər pul qazanan videomda, yəni like atmaqla video baxmaq arasında nə qədər fərq var, onu sizə başa salmışdım da yəqin ki. Çünki siz video like atırsınızsa, demək olar ki, videonun önərilməsində çox da bir xeyir yoxdur. Amma ki, video axıra qədər baxmaq, video önərilməsi və izlənməsi üçün çox dəyərli bir şeydir. Buna görə də video baxmayacaqsansa like atmağı heç tövsiyə eləmirəm ya da istəmirəm. Yəni boş-boş like atmağa lazım deyil. Qız üçün Günəşlidən Löşbatana getmişdin. Qardaşım, sənin neçə yaşın var dəqiq bilmirəm. Amma ki, Günəşlidən Löşbatana getmək bu qədər də böyük bir uğur deyil. Yəni Azərbaycandan Fransaya getmişdim desəydin başqa məsələ. Tanıdığım insanla görüşəndə bir-birimizi öpəndə tüpürürəm, özümdən asılı deyil, yaxşı deyil, iyrənirəm. O Sami səncə bram, ay zibilizirsə, həqiqətən bilmədən oldu. Ben seçərkən tutuldum. Bu arada fikir bildirməsəm olar. Xoşum gələn oğlan mənə sevgili olmağa təklif eləmişdi, amma mən anam əsəbləşər deyə rədd eləmişdim. Anam əsəbləşər. Heç kimsə sənə sevgili təklif eləyir, sən qayıt deyirsən, yox, anam əsəbləşər, qəbul eləyə bilmərəm. Deyirsən və rədd eləyirsən. Böyük ihtimal yaşın azdır, bəli. Böyüyəndə, məsələn, normal bir yetkinlik yaşına gələndə, həqiqətən də sənin həyatına aldığın bir insanın səndən başqa heç kəsin maraqlandırmadığını öyrənəcəksən. Çünki sən həyatına aldığın bir insanı nə anan, nə atan, nə bacın, nə qardaşın, nə həyatındakı heç bir insan maraqlandırmır. Sadəcə səni maraqlandırır. Bilirsən niyə? Çünki həyatına aldığın insandan sən yaşayacaqsan bir yerlərdə. Onlar yaşamayacaqlar. Oxuduğum kitabdakı uydurma karakterləri sevirəm. Bunu məncə yaşamayan yox. Abi bu saç məndən ötürmür. O yüzü əsəbləşirəm Allah haqqı. Bir dənə qız var idi türklərdə. Bilmirəm adı nə idi. Gerçek hayattaki erkekler ama fictional man. O ki edit medit edir və xiyarkən onu ləzzət edirsən. Bu 2020-ci ildə falan idi. Siz bilməz. Fəraz adlı birinin hər gün videolarına baxıram. Qısqandım mən Fəraz adlı birini. Kimdir görsəm Fəraz adlı biri? Bilirsiniz əgər yazın yorumlara. Mən həqiqətən tanımıram da. Yəni kimdir ki o? Məktəbdə qız müəlliməmizi söyən vaxt tutmuşdum. Bir dəqiqə la. Qadın müəllimə olmalı deyil. Qız müəllimə demək nəsə biraz uyğun gəlmir axı. Bir uşağın var yoxun söyür. Mən də dedim ki, əgər kiməsə deməsən KSG-və 90 bal. Mən də demən, hə? İndi başa düş. Montaj, yontaj yaxşı şeylər deyildir inşallah. Bu arada elə şeylərin başını buraxmalı. Amma ki burada səhv zaten müəllimləmiş. Birincisi söydüyünə görə, ikincisi də ki, belə şey təklif edildiğinə görə. Qayıdıb deyəndə ki, zor eləmişəm söyləmişəm. Sənə dəxli var. Manifest Zokta ilə səni şipləyirəm. Hər hansı bir axşamdır. Çıkasın vardı yokuşlardan, kamera ve şöhrete aldı. Etiraf edirəm, bir dəfə selfie çəkirdim. Arxamda dayanan adam mənə baxıb gülürdü. Mən isə hələ poza verirdim. Nə var bu? Online qoşulduğum hazırlıq müəllimi 2 dəqiqə gecilmişdi deyə ona bu gün okula geç qalacağız geri atmışdım. Yaxşı eləmişdim. Çox çılğın şeylər eləyirsən. Belə çılğın şeylər eləmir. Görsən Allah. Uşaqlar bu arada yaxşı Azərbaycan dili ədəbiyyat kursu var. Özdə onlayndır. Yəni bir yerə getmək istəmirsizsə, sadəcə evdən dərslərə qoşulmaq istəyirsinizsə, onlayn Azərbaycan dili ədəbiyyat kursu var. Burada gördüyünüz Instagram səhifəsindən əlaqə saxlaya bilərsiniz. Bu arada həqiqətən də öz tanışlarımdır. Buna görə də yəni sizə garanti verirəm ki, yəni yaxşıdır da, yəni başa düşürsüz. Yəni əlaqə saxlayıb özünüzlə maraqlana bilərsiniz. Yəni qiymətlər falan da uyğundur. Plus da ki, yəni romanın bacısı keçir dərsləri. Yəni güvənilir də başa düşə bilirsiniz. Yəni bir şey problem olsa, yəni rahat bir şəkildə bizə də deyə bilərsiniz. Yad biri deyil, ona görə deməyə çalışıram. Reklam falan da deyir, sadəcə demək istəyirəm ki, yəni əgər onlayn dərs qoşulmaq istəyən varsa, oradan qoşula bilərlər. Buradakı Instagram səhifəsindən əlaqə saxlaya bilərsiniz. Mənim yorumuma ürək qoymayanda yorumu silirəm. O günlərdə bilirsiniz nə gördüm, hə? Bilirsiniz nə yazmışdı biri? Yazmış ki, Fərz o qədər bekardır ki, yorumları bilmir. Çox pis istəyirəm o yorumu görəndə. Bilirsiniz niyə? Çünki bilirsiniz nədir? Mən yorumlara kalp atmaq üçün həqiqətən də bir vaxt ayırıram ki, müəyyən bir vaxt ayırıram ki, günlük gedim yorumlara baxım, hə, yorumları oxuyum, yorumlara kalp atım, hə. Ondan sonra xiyarın biri gəlib mənə deyir ki,
ki, o qədər fərəz bekardır ki, gedir yorumlara bir ürək. Bir dənə adama görə, yəni mən o qədər izləyicimi boş buraxıb yorumlarına baxmamazlıq eləməyəcəm də. Amma ki, bu nə düşüncədir belə? Yəni siz yorum yazanda sizə heç qoymayan, sizin vecinizə olmayan YouTuberlar sizə daha mı xoşdur? Yəni mən sizin yorumlarınızda kalp atıram, daha mı pis eləyirəm, daha mı cındır oluram yəni olan qarşısında mən? Yəni başım çıxmır, yəni siz nə istəyirsiniz? Yəni bu qudurğanlıqdan başqa heç nə deyil də yəni. Mən dostumun sevdiyi qıza onun adından məktubla açıldı. Niyə belə bir şey eləyəsən ala? Həyatımda gördüyüm ən uşaqca bir şeydir, sən öyle deyirəm ya. O da onu sinifin içində onu təhqir edərək şillə vurdu cəmaətin içində. Dostum da nə olduğunu bilmirdi. Bax birincisi səndə çox dəhşət uşaqlıq eləmisən. O hərəkəti eləyən daha çox uşaqlıq eləyib. Abi, sevgi etirafı eləmək, ya da ki məktub yazmaq pozğunluq deyil. Ayıb deyil. Yanlış bir şey deyil. Burada nə var axı? Son dərəcə normal bir şeydir. Sevgi son dərəcə normal bir şeydir. Təbii ki, kiçik yaşda olmaması gərəkən bir şeydir bu arada. Yəni belə şeylər kiçik yaşdasınızsa, 16 plus deyilsə, 18 plus deyilsə, belə şeylər eləməyin. Əgər o kiçik yaşlarda olubsa bu, zaten normaldır. Yəni o qızın elə reaksiya verməsi. Çünki qız həyatının nə olduğunu bilmir, sevginin nə olduğunu belə bilmir. Də başqa o tərbiyəsiz bir şey kimi baxır belə şeylər. Amma ki, yəni nə bilim, yəni üzünə vurmaq, şillə vurmaq zaten çox uşaqca və səviyyəsiz də bir şeylərdir də, sən öyle deyirəm. Sakit bir şəkildə deməlisən ki, yox istəmirəm belə şeylər, elə fikirlərim yoxdur. Qutarı getdin, yox şillə vurmaq zaten yəni buna düşüşlükdür də yəni. Demək ki, mənim Instagram hesabımı ailəm bilmir. Məktəbdə bir qız hesabımın şifrəsini qırıb giriş eləyib hesabıma. Abi məktəbdə bir qızın nəyinə lazımdır? Sənin Instagram hesabın mənə çatmır həqiqətən deyirəm. Bir zaman nə qədər bekardır la. Sevdiyim oğlanla yazışmağı falan hər şeyi görüb, hiss eləyib məktəbi yayıb. Görürsən nə qədər? Məsələn uşaqlıqdan gəlir belə cındırlıq qanununda var da, başqa qanununda var. Abijniklik, yanıqlıq qanununda var ki, hə. Sevmədiyin bir insana heç nə edə bilmirsən. Gedirsən düşüş kimi onun Instagram hesabını qırıb sevdiyi oğlanla danışdığın məktəbə yayırsan. Gör nə qədər səviyyəsiz hərəkətdir. Mən də bunları ailəmə deməmişəm, çünki baskıcıdırlar. Desəm pis ola bilərdi. Hə, axı ki, direktor mamamı məktəbə çağırdı və qızınızın telefonunu əlinizə almağı tövsiyə edə deyib. Evə gələndə mamam mənə əsəbləşmədi niyəsə, amma telefonumu götürdü. Burada nəticə çıxararaq heç kimə güvən. Burada bir dilemma var. Bax elə, məktəbin direktoruna nə dəxlisi var ki, mən Instagramda kimlə danışıram? Ya da gedib ailəsini çağırır ki, məsələn, sənin qızın nəsə belə bir şey, yəni nə? Direktorun dəxlisi var, Allah. Bu adam məktəbin içərisində qayda pozuntusu eləsə, başa düşərəm bunu. Amma ki, şəxsi telefonda və mən onun içində elədiklərimi sənə heç bir maraqlandırmır. Başa düşürsən? Düşəcəyini də sanmıram. Zaten gedirlər Allah bir kimlər direktor qoyurlar. Nə başa düşəcəyik? Şu an vaxt həqiqətən 32 dişim olduğunu dəqiqləşdirmək üçün güzgüdə dişlərimi saldım. Bunu da mən eləmişəm bu arada. Bunu nə qədər eləmişəm. Prosta mən sayan vaxtı deyəsən 10-12 yaşım falan var. Deyəsən 32-dən yox idi. Belə 28 dənə 30 dənə falan dişim var elə o vaxt. Axşamları hart gələndə elə bilirdim ay da bizimlə gəlir. Bu arada maşınla gələndə çox var. Belə gedirsən, maşın öz gedir də, düzdür? Belə üstünə ağaclar falan keçir ayın. Prosta ay yerində durur. Nətər olurdu belə beynim almırdı o vaxt. Aga sen kimsin? Sonradan öyrəndim ki, ay o qədər uzaqdadır ki, bizim ona qarşı hərəkətimiz çox kiçik olduğuna görə ay tərpənmirmiş kimi görünür. Bir dəfə bəy maşının qabağını kəsəndə bəy mənə saxta pul vermişdi və mən əvvəldən sevindim, sonra baxanda etibarsız yazdım. O da bəy olacaq fikirləş hə. Uşağa 1 manat pul olmuyor verməyə ki, hə. Görəsən saxta pul verəsən ya. Sən cebində 1 manat pul yox idi, niyə evlənirdin sən Allah? Hər qabağına gələn evlənir hə. Ondan sonra belə şeylər yaşanır sən. Burada uşağa pul verməməsindən getmir söhbət. Sadəcə sözüm odur ki, yəni sənin 1 manatın yoxsa niyə evlənirsən də yəni? Fərəz bunu yaşamışam, çox xahiş edirəm oxu. Deməli, keçən il ancaq qızlarla qaldığımız yerin parkına tez-tez gəzməyə falan çıxırdıq. Gəzib gəlirdik. Bir gün mənim Instagram DM qutuma mesaj gəldi bir fake'dən. Fake'dən atılmışdı. Niyə nöqtə var? Allah atılmışdan fake'lər arasında. Nəysə, video vermədim. Dedim yəqin dostlarımdır, qızlar falan olar. Məzələrlər deyə ancaq yenə yazdı. Qızlar değildi. Hesabın adı qəbul elə falan idi. Lakin bir dəfə mənim tanıdığına aid nəsə xas bir şey yazmışdı. Diqqətimi çəkdi. Nə istəyirsən mən də dedim. Sonra çox uzatmadan bloklamışdım çünki oğlan idi fake. Ancaq çox yaxından tanıyırdı məni. Ailəmə qədər qəribə gəldi. Mən də qorxdum çünki heç bir tanımadığım şəxs məni bu qədər yaxından tanıya bilməz. Hər incə detayıma qədər sevdiyim şeylərə qədər gəlib danışdı. Oğlanın tək istədiyi mənlə qısa bir müddət danışıb getmək idi. Hər çölə çıxandan məni görürdü. Paranoyak idim. Paranoyak kimi izləyirdi, güdürdü. Çox narahat olduğum üçün artıq nə məhəlləyə, nə də qapının ağzına çıxmadım uzun müddət. Qızlara dedim hesabı paylaşıb elədi, yaydı. Oğlan özünü geri çəkmək məcburiyyətində qaldı ki, kimliyi bilinməsin. Dostlarımla falan danışmış. Olayı kömək etmək istəsələr də bulaşdırmadım onları. Çünki qızlar da tanıyırdı. Problem olar deyə musallat olmasın. Mən həmin adamı heç görməmişəm, tanımıram. O məni yaxşı tanıyırdı. Kişiliyinə and içib kişiliyini gizli saxladı. Bu necə bir cümlədir ala? İçimə çox şübhələr saldı. Mən o hesabı tam bir ay axtardım, yiyəsini tapa bilmədim. Sonra vaz keçdim. Söhbətin üstünə 4 ay keçəndən sonra həmin adamın dostları o oğlanın işlətdiyi fake DM qutusunu məni görüb əlaqə istəyib üzr istədilər. Həmin oğlanın ömrünə az qaldığı üçün tək istədiyim mənə danışmaq idi. Mən o oğlanın şəklini görəndə belə tanımadım və həmin o oğlan söhbətdə 4 ay sonra ölümünü və mən bunları öndən sonra bildim. Abi çox qəribə bir hadisədir. Yəni bu həqiqətən bir insidentdir. Yəni başa düşürsən, incidentin də mən əcəlini heç mən özüm də bilmirəm. O
Ona görə uzatmayın o söhbəti. Amma ki çox qəribə bir hadisədir. Görsən real olma ehtimalı varmı? Yoxsa küləyə mi basırsan? Həqiqətən də bilmirəm yəni. Amma ki qəribədir. Sən öldürürəm yəni. Biri yəni sən o qədər mi şeysən belə, dünyalar gözəlsən. Bir bax adam oğlan sənə baxır, əriyir də başa düşürsən. Ay ziblə qalsın. Mən bundan danışmalıyam. Fake-lə lazım bundan danışmalıyam. Üzdə gəlsəydi, danışmağı çalışsaydı bəlkə daha çox şansı vardı. Üzdə əgər sənin yaşın azdısa, düşük qız kimi sinif ortasında şillazat vurub, yəni uşağı utandırmağa falan çalışardın bəlkə də. Bilmirəm artıq. Yəni günah onun boyunda ya da sənin boyunda. Etiraf edirəm abi, bir gün səhvən nömrə yazanda nə danışırsan Bu nə cümlələrdir sən Allah bax. Sən də sinif demişəm, hələ də başa düşə bilmiş deyilsiniz də. Yəni siz neçənci sinifə gedirsiniz qardaş? Yəni bir dənə nöqtə vergül qoyaraqdan cümlə yazmağı bir dənə öyrənə bilmədiniz. Bağışlayın səhv düşdü dedim, amma mesajdan başlayan söhbət aylarla davam etdi. Elə həyatımın ən qəribə tanışlığı oldu mənim üçün. Nə olar qoy fanlam. Sən normal cümlə yazmağı öyrən. Ondan sonra sən mənim fanım olarsan, xahiş edirəm. 7-ci sinifdə oxuyanda bir oğlandan xoşum gəlirdi. Mən də o vaxt ürək xəstəsi idim. Niyə hamı xəstədir? Mənim başım çıxmır. Və nöqtə vergül yoxdur bu şeydə. Buna görə bunu oxumayacağam. Çox əziyyət çəkməkdən kamerada yaxşı yansımır da. Buna görə də burada bitirmək məncə kifayət qədər yaxşı deyirəm və bu videonu burada sonlandırıram. Ümid edirəm sevdiyiniz bir video olmuşdur. Daha çox etiraflar videosunun gəlməsini istəyirəm. Bu videoya 5000 like atmağı unutmayın deyirəm və bu videonu burada sonlandırıram. Gələcək videoda görüşmək üzrə.